Salam əziz şagirdlər. Bugünkü mövzumuz lüğətlərlə bağlıdır. Əziz şagirdlər, əvvəlcə sizə bir maraqlı sualım var. Deyin, siz hansısa mənasını bilmədiyiniz sözün mənasını araşdırmaq üçün nədən istifadə edirsiniz? Siz bu suala cavab tapın, mən də mövzuma başlayım. Deməli, lüğətdə söz və izahın quruluşu ilə tanış olmaq üçün, əziz şagirdlər, biz mütləq müəyyən lüğətlərdən istifadə edirik. Yəqin ki, aşağı siniflərdən də o lüğətlərlə tanışsınız ki, biz tərcümə lüğətindən və yaxud orfoqrafiya, arxeipiya lüğətlərindən istifadə edirik. Gəlin biz bu günləri lüğətdə sözün izahına baxaq və bu cür sözlərin izahını yenidən yaratmaq və yaxud da hansısa sizə bir çətin gələn sözün mənasını araşdırmaq üçün lüğətdən istifadə qaydasını müəyyən edək. Deməli, biz söz olaraq diksiya sözünü təqdim edirik sizə. Onun aid olduğu nitq hissəsi isimdir. İzahı ilə bağlı desək, tələffüzün aydınlıq dərəcəsini müəyyən edir və kontekstə uyğun olaraq televiziya aparıcısının aydın diksiyası olmalıdır. Bu cür şəkildə deməliyik və yaxud da müəllim danışarkən onun gözəl və aydın, rəvan diksiyası olmalıdır. Deməli, biz bu sözün mənasına diqqət yetirdikdə artıq bununla bağlı məlumatları müəyyən etdik. Siz də hansısa bir sözü müəyyən etmək üçün, araşdırmaq üçün, deməli, bu şəkildə onu müəyyən etməlisiniz. Lüğətdə hansı sözün izahı verilmişdir? Gəlin indi suala baxaq. Bu söz hansı nitq hissəsinə aiddir? Sözün mənasının müəyyənləşdirilməsində kontekstin rolunu izah edin, sözü cümlədə işlədin. Biz diqqət etirsək görərik ki, bax bu tip sözləri anlamadığımız, ilk dəfə gördüyümüz, mətnlərdə qarşılaşdırdığımız yeni sözləri müəyyən etmək üçün biz lüğətdən istifadə edib bu suallara da cavab tapmalıyıq. Lüğətdən istifadə üçün, əziz şagirdlər, diqqətli olun. Lüğətlərin müxtəlif növləri var. Dərsimizin əvvəlində də bir neçəsi haqqında dedim. İzahlı lüğət var, orfoqrafiya lüğəti var, arxeipiya lüğəti var, tərcümə lüğəti var, ensiklopedik lüğət var, bir çox lüğətlər var. Lüğətdə sözlər əlifba sırası ilə düzülür. Sözlər eyni hərflə başlayarsa, sözün növbəti hərfinin əlifbadakı sırası nəzərə alınmalıdır. Məsələn, biz buna aid bir neçə nümunə təqdim edəcəm. Siz o nümunələr əsasında da bunun şahidi olacaqsınız. Verilmiş sözlər lüğətdə necə sıralanar? Deməli, alpinist, alabəzək, adət. Biz baxırıq ki, üçü də A hərfi ilə başlayıb. Bəs biz onda bunun hansını birinci yerləşdirərik? Əlifbada sıralanmada A birincidir. Deməli, biz bunun birinci hərfindən əlavə ikinci hərfinə də diqqət eləməliyik ki, bəs ikinci hərf əlifbada neçədir? Əgər bu sözlər daha çox olarsa, onda biz əlifbadakı üçüncü hərfi sözdə gələn hərflə uyğunlaşdırıb ona uyğun düzməliyik. Deməli, sözümüzdə var batut, bərbər, bəhməz, çərkəzi, çərçivə, çəpər. Gəlin biz bunları ardıcıllıqla müəyyən edək. Deməli, birinci sözümüz adət. Çünki biz ikinci hərfə diqqət etsək, A olan sırada görərik ki, el hərfindən əvvəl əlifba sıralanmasında D hərfi gəlir. Ona görə də biz məhz adət sözünü seçdik. Daha sonra alabəzək, sonra alpinist, batut, bəhməz, bərbər, çəpər, çərçivə və çərkəzi sözlərini yerləşdiririk. Çünki əlifbadakı hərflər bax bu ardıcıllıqla düzüldüyü üçün sözləri də biz birinci və onların ikinci, üçüncü hərflərinə uyğun şəkildə müəyyən etməliyik. Növbəti tapşırığa diqqətlə baxsaq, əziz şagirdlərim, verilmiş nümunələrə baxıb, lüğətlərdə çoxmənalı sözlə amonimlərin izahı arasında fərqi müəyyən etməliyik. Deməli, orfoqrafiya, arxeipiya, tərcümə lüğətlərindən başqa həm də amonimlər, sinonimlər, antonimlər lüğəti də olur. Və siz yəqin ki, əvvəlki dərslərimizdə amonimləri və çoxmənalı sözləri keçəndə də sizə tanış olmayan sözlər haqqında həmin lüğətlərdən istifadə etmisiniz. Gəlin diqqət edək. Deməli, əqrəb isimdir, quyruğunun ucunda zəhərli iynəsi olan həşərat mənasındadır. Əqrəbin xasiyyəti sancmaqdır. Deməli,
Biz diqqət etsək, bunun amonim söz olduğunu bilirik, amma mənası haqqında ətraflı məlumatı biz ən doğru lüğətlərdən alırıq. İkincidə isə əqrəb isimdir, öz oxu ətrafında fırlanıb müəyyən işarəni göstərən mildir. Saatın böyük əqrəbi 12-ni göstərirdi. Biz indi şəkillərə baxsaq, görsək ki, bizim bu nümunəmiz amonimlər lüğətindən təqdim olunmuşdur. Növbətiyə diqqət edək, addım sözünə baxaq. Addım isimdir. Yeriyərkən ayağını qaldırıb irəli atması, qədəm qoyması anlamına gəlir şəkildə də təqdim olunub körpənin ilk addımı. Uşaq anasına doğru ilk addım atdı. Eyni sözün mənasına ikinci şəkildə baxaq. Nəyə isə nail olmaq üçün edilmiş hərəkət, təşəbbüs də addım adlanır. Məsələn, bu çox təhlükəli addım idi. Bax, bu ifadə isə artıq bizə çoxmənalı sözlər lüğətindən təqdim olunur. Deməli, istər çoxmənalı sözləri, istər amonimləri və yaxud da orfoqrafiyada müəyyən olunan düzgün yazılış qaydasını, düzgün tələffüz qaydasını orfoqrafiya lüğətindən müəyyən edə bilərik. Deməli, bizim inkişafımızda, nitqimizin inkişafında, söz ehtiyatımızın bolluğunda və fikrimizi ifadə etməyimizdə lüğətlərin böyük rolu var. Eyni zamanda frazoloji birləşmələr lüğəti də var ki, biz ondan da istifadə edirik. Gəlin növbəti tapşırığa baxaq. Verilmiş nümunələri lüğətin tələblərinə uyğun tamamlamaq və köçürmək. Nitq hissəsini müəyyən edin və sözləri izaha uyğun cümlədə işlədin. Baxaq əziz şagirdlər, məsələn, mürəkkəb sözünə baxırıq. Mürəkkəb amonim sözdür. Artıq əvvəlki dərslərimizdə siz bununla məlumatlısınız. Məsələn, lüğətdə bu necə təqdim olunur, necə verilir? Deməli, mürəkkəb bir neçə hissədən, ünsürdən ibarət olan hissə mənasındadır. Yəni, çətin, dolaşıq, bir də mürəkkəb yazmaq üçün rəngli maye, boya mənasında verilir. Biz bunu şəkillərdə də aydın şəkildə görə bilərik. Və yaxud da biz çoxmənalı sözlərdən ayaq sözünə baxaq. Deməli, yeriməyə xidmət edən bədən üzvü, eyni zamanda çayın, kəndin, küçənin aşağı tərəfi nəzərdə tutulur. Məsələn, kəndin ayağına getməyə çox var. Və yaxud da kəndin ayağı çayın kənarında yerləşir. Və yaxud da biz küçənin ayağında böyük bir mağaza var. Bu şəkildə biz bunlardan istifadə edirik. Deməli, buradan aydın olunur ki, ayaq sözü çoxmənalı sözdür. Mürəkkəb, indi gəlin bunun hansı nitq hissəsinə aid olmasına diqqət yetirək. Bəs bununla bağlı, deməli, biz izahlı lüğətdə daha aydın məlumat alırıq. Məsələn, mürəkkəb sifətdir nitq hissəsi olaraq. Mən sadə və mürəkkəb cümlələrə aid nümunələr yazdım. Deməli, burada artıq sifət kimi çıxış etmişdi və yaxud da mürəkkəb isim kimi qələmim yazmır, deyəsən mürəkkəbim qurtarıb. Ayaq sözünə diqqət edək, isim kimi. Dünən çox idman etmişəm deyə ayaqlarım çox ağrıyır və yaxud da ayaq sözünü digər şəkildə götürək, yenə də isimdir. Bilirik ki, çoxmənalı sözlər eyni nitq hissəsinə aid olur. Amma amonimlər isə müxtəlif nitq hissəsinə aid olurdu. Deməli, burada ayaq, kəndin ayağında böyük bir mağaza açıblar. Və yaxud da kəndin ayağında böyük bir klub var. Bax, bu şəkildə biz lüğətlərdən ətraflı məlumatları öyrənirik. Onun üçün də sizə ən böyük tövsiyəm odur ki, lüğətlərdən istifadə etməyi unutmayın. Onlar bizim sözlərin doğru, düzgün istifadəmizdə bizim ən böyük yardımçımızdır. Bununla da mövzumuz sona çatır. Sağ olun, növbəti dərslərdə görüşənədək.